Hörmətli müəllimlərim, giriş kitabında bir məchulu tənlər bölməsinə aid olan hissədə 64 nömrəli misal ki, görürsünüz ekranda. Onun həllini nisbətən daha asan yolla necə əldə etmək mümkündür, onu sizinlə paylaşacağım. Deməli, deyir ki, tənliklərin yalnız bir ortaq kökləri olarsa, m-in natural qiymətini tapın. Gəlin, öncə bu tənliklərin ortaq kökünü tapaq. Bunun üçün tənlər sistemini x kvadratı plus 3x bərabər 2m parametre sağa atıram. 2, 3x kvadratı minus 5x bərabər m minus 3. Bu iki tənləri birlikdə əldə etdim. Yəni, bunların ortaq kökünü axtaraq. Burada nə alacaq? Yuxarını 3'ə vursaq 3x kvadratı plus 9x bərabər 6m plus 6. Aşağıda yenə 3x kvadratı minus 5x bərabər m minus 3 olduğu kimi yazılır. Tərəfə çıxsaq alır 14x bərabər 5m plus 9. Yəni, buradan alırıq ki, ortaq kök, bax bu x'in qiymətidir. İndi bu x tapmaq üçün neyəcəyik? Təbii ki, x'in qiymətini m-ni nasıl tapıb aparıb bu tənliklərin birində yerinə qoyub, m nasıl olan kvadrat tənliyi alıb oradan m-i tapa bilərik, amma o kifayət qədər mürəkkəb tənliyi alınacaq. Orada təsəvvür edin ki, x'in qiyməti 5m üstəgəl 9 bölü 14'dür. X'in kvadratı falan var burada. Aparıb yerinə qoymaq kifayət qədər mürəkkəb ifadə alınır. Amma biz tərsini eləyək də, gəlin m-i x-ni ifadə eləyək, aparaq yerinə qoyaq. Yəni, mən buradan alacağım nə? M bərabər 14x minus 9 bölünsün 5. Aparaq tənlərin birində, birinci sadət, birinci də aparaq yerinə qoyaq. Nə alacaq? Deməli, x kvadratı plus 3x minus 2'ni çıxarsam kənara m plus 1. Düzdür? Bərabər 0. Burada nə alaram? X kvadratı plus 3x minus 2 vurulsun. M'in üstünə bir gəlsəm buradan nə alacağım? 5'də 14m 14x daha doğrusu minus 4 alacağım. Düzdür? Bəli. Buradan hər tərəfi 5'ə vursam nə alacağım? Sadələşdirmək üçün 5x kvadratı plus 15x minus 28x plus 8 bərabər 0. 5x kvadratı minus 13x plus 8 bərabər 0. Bu tənlikdən x'in qiymətini tapacağıq. Oradan ona uyğun m'in qiymətini buradan hesablayacağıq. Gəlin buradan x'i tapaq. Deməli 5x kvadratı parçalama üsulunu eləsək minus 5x minus 8x yazıram. 13x'i üstəgəl 8 bərabər 0. Buradan 5x'i çıxardaq. X minus 1. İkinci hissədən isə mənfi 8'i çıxardaq. X minus 1 bərabər 0. Buradan x minus 1'i çıxarsaq kənara 5x minus 8 bərabər 0. Buradan x-də 2 dənə qiymət alırıq. X ya 1 olmalıdır ya da 1,6 olmalıdır. Görə x'in hansı qiymətində m natural olacaq? M bərabər 14x minus 9 böl 5 deyil. X'in yerinə 1,6 qoysaq təbii ki natural olmayacaq. Amma x'in yerinə 1 qoysaq nə alacaq? M natural olacaq mı? Bəli, m natural olacaq. Deməli 14 m 14 çıx 9 5 bəli. Deməli alırıq ki x bərabər 1 olanda m'in qiyməti natural olur. O da neçə olur? 5 böl 5 1 bəli. M'in qiyməti 1 olacaq. Natural qiyməti 1. Vəssalam.